Koordinasiya tapşırıqlarında, koordinat şəbəkəsi tapşırıqlarında bu formada eləyirik. Hər zaman aşağıdakını soldan sağa doğru olanını birinci yazırıq. Sonra da yuxarıdakını aşağıdan yuxarıya doğru yazırıq. Deyir ki, koordinat şəbəkəsi üzərində verilmiş maşının yerini göstərən koordinat cütünü tapın, yaxşı tapaq. Baxırıq ki, buradan deməli, hara qalxırıq? Yuxarıya. Soldan sağa doğru gedəndə neçəncədədir bu? İkincidədir, düzdürmü? Deməli, 2-ni birinci qeyd edərik. C variantı getdi. Aşağıdan yuxarıya da neçəyə qalxır? Neçənci mərtəbəyə qalxır? Koordinasiya oxunu da hər zaman qırıq-qırıq xətlərlə eləyirik. Bax, belə qırıq-qırıq xətləri ilə eləyirik. 4-dədir. Deməli, 2, 4, B variantı bizim düzgün cavabımızdır. Oldu mu gözəlim? Niyə? Çünki qaydamız var axı. Soldan sağa doğru 2-ni işarələdik, tapdıq. Maşın hardadır? Bax, buradadır. Düzdürmü? Hər zaman addımları soldan sağa doğru tapırıq. Burada hansı sıradadır? İkinci sıradadır. Düzdürmü? Koordinat oxunda. Sonra yuxarıdan görək neçənci damadadır. Bax, bu ikinci damadaydı. Soldan sağa doğru. Yuxarıya da neçə dama gedir? 1, 2, 3, 4 dama getdi yuxarıya. Düzdürmü? Demək ki, 2 və 4 bizim düzgün cavabımızdır. Anladıq mı gözəlim tam? Əlasan.